Salam əziz şagirdlər, biz bugün təbiət fənnindən monitorinqin D variant suallarının izahına baxacaq. Deməli 26-cı sualda bizə deyir, şəkillərdə verilmiş canlılar arasında hansı qida zəncir ardıcıllığı doğrudur? Bildiyimiz kimi qida zəncirində ilk öncə bitki dayanmalıdır. Burada da A, B, C variantlarında bitki verilmədiyinə görə D variantında su bitkisi, kündəcə, xanı balığı bunu götürə bilərik. Deməli doğru cavabımız D variantıdır. Şərtə əsasən 27-29-cu sualları cavablandırın. Mühəndislər Marsa uzun müddətli missiya üçün BioMars adlanan qapalı sistem şüşə qap hazırlayır və bu qapalı sistemə heç bir əlavə maddə və ya canlı daxil olmur və ya çölə də çıxmır. BioMars daxilində aşağıdakılar var: torpaq, su, yaşıl bitki, ilbizlər. BioMars İçərisində bitkilər işıq enerjisindən istifadə etməklə fotosintez edir və böyüyürlər. İlbizlər isə həmin bitkiləri yeməklə böyüyür və çoxalırlar. Deməli 27-ci sualda deyir, alimlər BioMars üçün niyə qeyri-şəffaf material, məsələn metal əvəzinə şəffaf materialdan şüşə istifadə edirlər? Çünki fotosintez prosesinin getməsi üçün mütləq ora işıq daxil olmalıdır və bu işığın daxil olması üçün də şəffaf qab götürülməyi məsləhətdir. Deməli A variantında deyir, ilbizlərin BioMarsdan çölə baxa bilməsi üçün xeyr, ilbizlərin öz yeməklərini görə bilməsi üçün xeyr, bitkilərə günəş işığının düşə bilməsi üçün, şüşənin metaldan daha yüngül olduğu üçün xeyr. Deməli doğru cavabımız doğrusu C variantı. Bitkilərə günəş işığının düşə bilməsi üçün. 8-ci sualda deyir, 3 aydan sonra BioMarsın kütləsi necə dəyişər? Bilirik ki, fotosintez prosesi getdikcə üzvü maddələr əmələ gəlir və burada torpaqdan istifadə olunan mineral maddələr, su nisbətən, yəni istifadə olduğuna görə torpağın kütləsi azalmış olacaq. Kütlə artar çünki bitkilər və ilbizlər böyüyər, yeni canlılar yaranır. Kütlə azalar çünki ilbizlər bitkiləri yeyər və enerjinin bir hissəsi istilik enerjisi şəklində ayrılar. Kütlə artar çünki günəş işığı bitkilərə yeni atomlar əlavə edər. Kütlə dəyişməz çünki sadəcə hava, torpaq canlılar arasında dövrüdür. Daha doğru cavab, yəni 28-ci sualda B cavabı uyğun gəlir. Ona görə də B cavabını götürəcəyik. Nərgiz bu tədqiqat haqqında məlumat toplayır. Maddə iddia olunur ki, BioMarsda həyatın davam edə bilməsi üçün ilbizlər və bitkilərin sayları arasında tarazlıq olmalıdır. Nərgiz bu tarazlıq pozulduqda nələrin baş verəcəyini yoxlamaq istəyir. Buna görə də o eksperiment keçirir. Sistemdəki ilbizlərin sayını 2 qat artırır, lakin bitkilərin sayını eyni saxlayır. 2 həftə sonra ilbizlərin öldüyünü görür. Buna səbəb nə ola bilər? Çünki atmosferdən daxil olan, yəni karbon qazı fotosintez prosesinin nəticəsində atmosferə və yaxud da həmin qabın içərisində oksigen xaric olur. Burada isə ilbizlərin sayı artdığına görə bu baxımdan orada olan tənəffüs proseslərində oksigenin miqdarı azalacaq. Ona görə də doğru cavab kimi biz burada nəyə götürməliyik? Bitkilər daha çox oksigen istehsal edib ilbizlər tənəffüs etməkdən yorulub. Xeyr, bitkilər bütün ilbizlərə yetəcək qədər oksigen istehsal edə bilməyiblər. Elə bu doğru cavab olacaq. İlbizlərin hərəkət etməsi üçün yer qalmayıb, ilbizlər bir-birini öldürüblər. Xeyr, doğru cavab elə B cavab olacaq. 30-cu sualda deyir, şəkildə verilmiş lampa qızdırıldıqda onun içərisində maye qabarcıqları yuxarı hərəkət edir və soyuduqdan sonra yenə aşağı düşür. Bu cür istilik hərəkəti konveksiya adlanır. Aşağıdakılardan hansı konveksiyaya nümunə ola bilər? Qaynar çaya salınmış metal qaşığın qızması bu istilik keçirmədir. Çimərlikdə günəşdən qaralma, xeyr, isti havanın otağın yuxarı hissəsinə qalxması bu doğru cavabdır. Çünki istilik yuxarı qalxır, bu da konveksiyaya əsaslanır. Baxırıq 31-ci suala. Hansı halda cismin yerə nəzərən potensial enerjisi artır? Biz demişdik ki, cisim nə qədər hündürlükdə olursa, onun potensial enerjisi çox olur. Hətta çəkisi eyni olub da hündürlüyü fərqli olanlar və yaxud da eyni səviyyədə dayanıb birinin kütləsi çoxdursa, onun potensial enerjisi də çox olmuş olacaq. Ona görə 31-ci sualda doğru cavab kimi, deməli A variantında deyir, top havada yuxarı qalxanda bu ola bilər. Maşın üfüqi yolda. Üfüqi deyirsə xeyr, top havada aşağı düşəndə xeyr, bu azalar. Maşın üfüqi yolda sürətlənəndə xeyr. Deməli elə doğru cavabımız olacaq A variantı. 32-ci suala baxırıq. Burada cədvəl verilib və cədvəldə temperaturlar göstərilib. Temperaturlarda deməli -6-dan düşür 0-a, sonra yenidən temperatur artır və buzun sıxlığı gördüyümüz kimi 0 dərəcəyə qədər, yəni -6-dan 0 dərəcəyə qədər azala gəlir. Yəni buzun sıxlığı azalır. Temperatur artdıqca, suyun sıxlığı isə
Gördüyümüz kimi temperatur artdıqca suyun sıxlığı da yəni artır, hətta müsbət 4 dərəcədə maksimum səviyyəyə gəlib çatır və bizdən səhv soruşur. Deyir ki, aşağıdakılardan hansı suyu digər maddələrdən fərqləndirən faydalardan biri deyil. Buzun suyun üst təbəqəsində formalaşması və suyun onun altındakı maye formasında qalması sudakı canlıların həyatda qalmasına imkan yaradır. Bu doğru cavab ola bilər. Suyun üzərində buzun formalaşması altdakı suyun hərəkətini dayandırır. Bu da öz növbəsində suyun qış boyu eyni temperaturda qalmasına səbəb olur. 4 dərəcə, müsbət 4 dərəcədəki su həmişə dibdə qalaraq canlıları daha aşağı temperaturlu sudan qorumuş olur. Müsbət 4 dərəcə əslində suyun sıxlığı maksimum səviyyədədir və bunu əslində həm B, həm də C cavabı kimi götürə bilərik. Tam dəqiq bilmirəm bu sualı, amma yenə də görək cavablarda nə verəcəklər. Hər halda, yəni burada müsbət 4 dərəcədə suyun sıxlığı maksimumdursa, aşağı temperaturlu sudan qorumuş olar deyə düşünürəm. Ona görə B cavabı götürmək istəyirəm, amma tam dəqiq bilmirəm. Suyun ancaq üst hissəsindən donması aşağıdakı suyun soyuq havadan qorunmasına səbəb olur. Bunu da doğru cavab kimi götürə bilərik. Yenə də cavablarda görək nə verəcəklər. 33-cü sualda bir internet səhifəsində belə bir məlumat var. Bütün qırmızı rəngli torpaqlar əkinçilik üçün tamamilə yararsızdır. Şagird bu məlumatın dəqiqliyini necə yoxlaya bilər? İnternet saytında istifadə olunan şəkilləri dərslikdəki şəkillərlə müqayisə etməklə, yalnız öz yaşadığı ərazidəki qırmızı torpaq nümunəsini bir dəfə müşahidə edib ümumi nəticə çıxarmaqla, internet mənbəsindəki iddianın dərslikdəki elmi sözlərlə uyğun gəlib gəlmədiyini analiz etməklə, digər etibarlı elmi mənbələr və dərsliklərlə müqayisə aparmaqla, burada B variantında deyir, yalnız öz yaşadığı ərazidə ola bilər ki, orada heç qırmızı torpaq nümunəsi olmasın, yəni o necə nəticə çıxaracaq. D variantını düşünürəm. Digər etibarlı elmi mənbələr və dərsliklərlə müqayisə aparmaqla, yəni D variantı daha uyğun gəlir. Şərtə əsasən 34-35-ci sualları cavablandırın. Pəri təbii fəlakətlər haqqında araşdırma apararkən iki fərqli mənbədən məlumat tapır. Elmi məqalə deyir, seismogramda zəlzələ dalğalarının qrafik xəttinin hündürlüyü nə qədər böyük olarsa, zəlzələ bir o qədər güclü və daha çox enerjiyə malik olar. Həvəskar müşahidəçinin qeydi, zəlzələnin davam etmə müddəti onun nə qədər göstəricisidir. Deməli, 34-cü sualda pəri seismoqramları analiz edərkən hansı mənbənin məlumatlara daha çox etibar etməlidir? Mənbələri seçmək üçün kifayət qədər məlumat yoxdur. Elmi məqalə, həvəskar müşahidəçinin qeydi, hər iki mənbə. Düşünürəm ki, burada həvəskar müşahidəçinin qeydi olmaz. Hər iki, yəni təkcə olmaz. Hər iki mənbəyə əsaslansa daha çox yəni etibar etmək olar. 35-ci sualda deyir, pəri daha sonra zəlzələ zamanı davranış qaydalarını araşdırarkən iki fərqli mənbədən məlumat tapır. Fövqəladə hallar üzrə təlimat zəlzələ zamanı ən etibarlı davranış yat, örtün, tutun qaydasına əməl edərək möhkəm bir masanın altında gizlənməkdir. İnternet rəyi deyir, sarsıntı olan kimi dərhal binanı tərk etməyə çalışın. Pəri bu məlumatları doğruluğunu necə yoxlaya bilər? Deməli, məlumatı dərslikdəki qaydalara və rəsmi xəbərdarlıqlarla müqayisə etməklə, sinif yoldaşları arasında sorğu keçirib çoxluğun seçimini əsas götürməklə bu olmaz. Qaçmağın daha sürətli olduğunu düşünüb internet rəyini seçməklə bunu da tək götürə bilmərik. İnternet rəyinin daha inandırıcı təqdim olunduğunu əsas götürməklə xeyr. Düşünürəm məlumatı dərslikdəki qaydada və rəsmi xəbərdarlıqla müqayisə etməklə daha doğru variant olmuş olar. Ona görə doğru cavab A götürəcəyik. 36-cı sualda bizə deyir, 50 meymun barları üzərində tərsinə sallanmış vəziyyətdə dayanıb banan yeyir. Banan onun mədəsinə necə çatır? Mədənin əzələləri qidanı özünə doğru çəkir. Belə bir xüsusiyyəti yoxdur. Cazibə qüvvəsi qidanı aşağı çəkir. Xeyr, bu da olmaz. Qida borusunda kəzəllər qidanı mədəyə doğru itələyir. Bu olar. Ağız suyu qidanı yumşaldır və boğazdan asanlıqla keçsin. Xeyr, deməli doğru cavabımız olacaq C variantı. Şərtə əsasən 37-38-ci suallar cavablanır. Situasiya verilib bizə. Mühəndis eyni ölçülü iki kiçik model ev hazırlayır. A evin divarları 2 qat kərpicdən tikilib. B evinin divarları 2 kərpic təbəqəsi arasında yerləşdirilmiş, izolyasiya ilə tikilmişdir. Hər iki evin daxilinə eyni temperaturda olan eyni qızdırıcılar yerləşdirilir. Bir neçə saatdan sonra mühəndis evlərin xarici səthinin temperaturunu ölçür. O qızdırıcını söndürür və hər evin daxilindəki temperaturu ölçür. O qızdırıcılar söndürüldükdən sonra B evinin içərisində daha uzun müddət
müddət isti qaldığını görür. Mühəndisin apardığı tədqiqatın əsas məqsədi nədir? Evin daxilindəki nəmişliyi ölçmək xeyr, kərpicin hansı temperaturda çatladığını tapmaq xeyr, qızdırıcının elektrik sərfiyyatını hesablamaq xeyr, divar materialının istilik itkisinə təsirini müəyyən etmək. Bəli, bu doğru cavab götürə bilərik. Ona görə doğru cavabımız D variantı olacaq. 38-ci sualda deyir, yay aylarında B evinin A evinə nisbətən daha sərin qalmasının səbəbi nə olar? İzolyasiya materialı kərpiclər arasındakı boşluğu dolduraraq havanın hərəkətini sürətləndirir. İzolyasiya materialı daxildəki havanın temperaturunu öz-özünə aşağı salır. İzolyasiya materialı divarın daxilindəki nəmişliyi azaldaraq havanı sərinləşdirir. İzolyasiya qatı xaricdəki istiliyi evin daxilinə keçməsini yavaşladır. Bəli, bu doğru cavabdır. D variantı doğru cavab olacaq. Tərtəl sayısan 39-40 sualları cavablandırın. Mando adlı robot hərəkət edə bilir. Batareyası yenidən doldurula bilən var. Kamera və toxunuş sensorlardan istifadə edir. İnternetə qoşula bilir, danışa bilir. Yusif Mando'nun canlı olub olmadığını araşdırır. O 3 müxtəlif mənbədən məlumat toplayır. Deməli, mənbə A deyir ki, canlılar haqqında institutun hazırladığı sənədli filmi izləyir. Mənbə B süni intellekt vasitəsilə internetdə məlumat axtarır. Mənbə C təbiət dərsində sinif yoldaşlarından soruşur. Gəlin baxaq cavablara. Hansı mənbə daha etibarlıdır və təkrar yoxlanmadan qəbul edilə bilər? Yalnız A və C mənbələri, yalnız B və C mənbələri, A, B, C mənbələri, yalnız mənbə A. Burada süni intellekt vasitəsilə internetdə məlumat axtarır. Biraz düzgün hesab etmirəm. Çünki əgər Mando adlı robotu mən tanıyıramsa, yəni süni intellektdə onu əvvəlcə prompt daxil etməliyəm, onu tanımalıdır, bilməlidir, onun haqqında məlumatı olmalıdır. Əgər orada məlumat yoxdursa, təbii ki, o onun haqqında cavab verə bilməyəcək. Mən düşünürəm, burada mənbə A və C ola bilər. Çünki canlılar haqqında institutun hazırladığı sənədli film daha doğru cavab ola bilərdi. Yalnız A-da götürə bilərik. C-ni niyə? Təbiət dərsində sinif yoldaşından soruşur. Ola bilər ki, sinif yoldaş da onun kimi düşünsün və ya da hər ikisi görür, fərqli nəticə çıxara bilər. Sadəcə yenə də dediyim kimi cavabları gözləyək. Yəni A cavabı da ola bilər, A, C də ola bilər. Amma təbiət dərsi şagird yoldaşı dediyinə görə düşünürəm A və C olmuş olar. Sonra baxaq 40-cı suala. Yusif və Mando hərəkət edirlər. Onların kinetik enerjisi vardır. Onlar hansı enerjidən bu kinetik enerjisini əldə etmişdir? Yusif insandır və insanlar qidadan alır enerjini. Ona görə də qida enerjisi olan variant götürəcəyik. Mando da elektrik enerjisi. Deməli, doğru cavabımız olacaq D variantı. Sonra baxırıq 41-ci suala. Əli deyir, mən gördüm ki, kağızı cıranda da forması dəyişir. Kağızı yandıranda da külə çevrilərək forması dəyişir. Deməli, hər iki halda eyni proses baş verir. Biri fiziklidir, biri kimyəvidir. Əlinin bu argumentindəki əsas səhv nədir? O kağızın tərkibindəki dəyişiklikləri nəzərə almayıb. Bu ola bilər. 41-ci sualda B cavabında deyir, o kağızın hansı materialdan hazırlandığı nəzərə almayıb. Bu xeyr. O kağızı cırmaq üçün sərf olunan enerjini nəzərə almayıb. O hər iki prosesin eyni müddətdə baş verdiyini nəzərə almayıb. Elə doğru cavab kimi A variantını götürsək daha düzgün olar. 42 və 43-cü sualları cavablandırın. Yer kürəsi günəş və ay arasından keçdikdə ay tutulması baş verir. Nəyə görə ay tutulması günəş tutulmasına nisbətən daha çox insan tərəfindən müşahidə edilir? Ay yerdən böyük olduğuna görə, yerin yaratdığı kölgə daha böyük olduğuna görə, deməli, ay tutulmasında nə baş verir? Yer kürəsi günəşlə ay arasına keçir. Ona görə də ayın kölgəsi, yəni ay yerdən böyük yox, yerin yaratdığı kölgə daha böyük olduğuna görə. Ona görə biz burada B variantını götürə bilərik. B. Sonra 43-cü sualda bizə deyir, bəs günəş tutulması necə baş verir? Günəş tutulması deməli ay yer kürəsi və günəş arasına keçdikdə, ay yer kürəsi və günəş arasına keçdikdə günəş tutulması baş verir. Çünki yerə günəşin şüaları gəlib çata bilmir və qaranlıq görünür. Ona görə də burada da doğru cavab D variantı götürəcəyik. Biləyinizə barmaqlarınızı qoyduqda nəbzinizi hiss edə bilərsiniz. Deməli, arteriyalar ürəyin döyünməsi ilə ritmik olaraq genişlənir, daralır. Bu doğru ola bilər. Biləkdəki sinirlər hiss edilə biləcəyimiz kiçik elektrik siqnallarını yaradır. Xeyr, biləkdəki əzələlər qanı ürəyə qayıtmasını təmin edir. Ürək döyündükcə sümüklər hərəkət edir. Xeyr, burada da elə doğru cavab olacaq A variantı. Sonra 45-ci sualda deyir, niyə nəbzi biləkdə hiss etmək olur? Çünki bu nahiyədəki damarlar ürəyə daha yaxındır. Xeyr, çünki bu nahiyədə qan daha sürətlə axır. Xeyr, çünki ürəkdən gələn arteriya bu nahiyədə dərinin səthinə yaxındır. Bəli, bu doğru cavabdır. Cavab olacaq C. D-də deyir, çünki sümüklər damarları çölə doğru itələyir. Xeyr, belə cavab düzgün deyil. 46-cı sualda Əli yarışa hazırlaşan velosipedçidir. O gündəlik məşqlərdə yüksək sürətlə pedal çevirərək müxtəlif marşrutlarda sürməyi sevir.
sevir. Bir gün məşq zamanı o nəfəsinin daha sürətli və dərin olduğuna fikir verdi. O bu barədə biologiya müəlliminə danışdı. Müəllim tənəffüs sisteminin təsvirini göstərərək əldən soruşdu. Deməli, birinci şəkildə nəfəs alma, ikinci şəkildə nəfəs vermə təsvir olunmuşdur. Səncə sürətli pedal çevirərkən tənəffüs sistemində hansı proseslər sürətlənir, yavaşlayır və bunun səbəbi nədir? 50 bu suala aşağıdakı cavab variantlarından birini verməlidir. Sizcə hansı cavab düzgündür və niyə? Birinci proses sürətlənir çünki velosipedçi daha çox oksigen qəbul etməlidir. Xeyr, yəni bu hər iki proses eyni zamanda gedir. Həm nəfəs alırıq, həm nəfəs veririk. Onun biri artıb, digəri azalmaq belə bir şey mümkün deyil. İkinci proses yavaşlayır. Xeyr, hər iki proses eyni dərəcədə sürətlənir. Çünki tənəffüs sistemi oksigeni qəbul edir və karbon qazının çıxarılmasını balansda saxlamalıdır. Hər iki proses yavaşlayır çünki xeyr. Deməli, elə doğru cavabımız olacaq C variantı. Sonra gəldik 47-ci suala. Deməli, deyir, bakteriya göbələklərin faydalı, zərərli təsirlərini düzgün qruplaşdırın. Deməli, faydalı çörək istehsalı olacaqdır, faydalı. Göbələyi zərərlidir, beyni bura qeyd edirik. Alkoqol istehsaldırsa, yəni düzdür, bəzən şagirdlər düşünür ki, alkoqol ziyandır, biz bunu niyə zərərliyə götürmürük? Amma təkcə alkoqoldan içmək üçün yox, dərman preparatları ilə hazırlamaq üçün də lazım olur. Ona görə alkoqol istehsalını C faydalıya götürəcək. Üzvü tullantıların çürüdülmə deyirsə üzvü tullantıların, qalıqların, bu da onun faydalı xüsusiyyətidir. Ona görə A, C, D-ni burada götürəcək. Meyvə və tərəvəzin çürüməsi isə bunu zərərliyə götürəcək. A, C, D zərərli, B, Y doğru cavabımız olacaq B variantı. Mayələrin xassəsi haqqında düzgün mülahizə hansıdır? Maye həm həcmini, həm də formasını saxlaya bilir. Xeyr, doldurulduğu qabın, tutduğu qabın öz formasını saxlaya bilir. Həcmi yoxdur. Yəni öz həcmini saxlayır. Sadəcə olaraq belə deyək də qabın ancaq formasını tuta bilir. Maye formasını saxlayır, lakin sərbəst axa bilmir. Səhvdir bu da. Maye həcmini saxlayır, lakin sərbəst axa bilmir. Maye həcmini saxlayır, lakin formasını saxlaya bilmir. Deməli, burada maye formasını saxlayır, lakin sərbəst axa bilmir. Bu cavab səhvdir. Maye həcmini saxlayır, lakin sərbəst axa bilmir. Sərbəst öz-özünə axmır da, yəni biz onu boşaltmalıyıq. Bu ola bilər. Bu cavabda biraz uyğunsuzluq var. Çünki maye formasını saxlayır deyəndə doldurulduğu qabın, töküldüyü qabın formasını saxlaya bilər. Ona görə bu cavabda məcbur C variantını götürürəm, amma B də ola bilər, formasını saxlayır, sərbəst axa bilmir. Yəni hər iki cavab uyğun gəlir əslində. Yenə də cavabları gözləyək. 49-cu sualda deyir, boşluqların yerinə uyğun gələn sözlər hansıdır? Günəş təbii işıq mənbəyidir. A-ya 2. Sonra belə cavab elə B variantında olacaq. B-də işıq deyəcək enerjinin bir formasıdır. Sonra C-də deyir kölgə, deməli qara rəngdə olur. Sonra şamlar, yağ lampaları və led lampalar süni işıq mənbələridir. Yüksək cilalanmış mebel, deməli güzgü kimi fəaliyyət göstərir. Elə doğru cavabımız olacaq B variantı. Baxaq 50-ci suala. 50-ci sualda deyir, fənrid biologiya dərsində ürəyin quruluşu və funksiyası haqqında öyrənir. Müəllim izah edərkən qeyd edir ki, ürək qan dövranında mühüm rol oynayır və müəyyən xüsusiyyətlərə malikdir. Fərid dərsdən sonra aşağıdakı sualı cavablandırmağa çalışır. Ürəyin əsas funksiyası nədir? Testin sualında özündə verir, elə qanı orqanizm boyunca dövr etmək. Yəni bunu daha doğru, düzgün cavab kimi götürə bilərik. B-də deyir, oksigen istehsal etmək, qan hüceyrələri yaratmaq, sinir pulsları ötürmək. Doğru cavab A variantı olacaq. Testləri gördük, yəni həqiqətən də oxuyub anlama tələb edən suallardır. Bunu da şagirdlərdən tələb edir bu suallar. Yəni diqqətli olmaq lazımdır. Bəzən sualın öz cavabı elə sualın öz içərisində gizlənmiş formadadır. Sadəcə şagirdlərə qalır bunu düzgün oxuyub anlamaq. Hər birinizə uğurlar arzu edirəm. Sağ olun.